Malfisenta. Çox-çox uzaqlarda insanların krallığı ilə sehirli varlıqların evi olan Mor adlı meşədə sərhəd var idi. Bu sehirli meşədə qanadları və böyük gücü olan gözəl bir pəri yaşayırdı. Adı Malfisenta idi. Malfisenta mor torpaqlarını qoruyurdu və çox xeyirxah idi. Malfisentanın uşaqlıq dostu Stefan adlı bir insan övladı var idi. Onlar birlikdə oynayır və bir-birlərinə söz vermişdilər ki, heç vaxt ayrılmayacaqlar. Lakin Stefan böyüyəndə onun ürəyindəki yaxşılıq yox oldu və onun əsas arzusu insanların krallığının kralı olmaq idi. Kral olmaq üçün Stefan Malfisentə xəyanət etdi. O Malfisentanın qanadlarını kəsdi və onları krala apardı. Qanadları itirmək Malfisenta üçün böyük ağrı verdi və onun saf qəlbi kin və qəzəblə doldu. O qəlbində böyük qoruyucu və intiqam almaq istəyən birinə çevrildi. İllər keçdi. Stefan kral oldu və onun Aurora adlı kiçik bir qızı dünyaya gəldi. Kral Stefan qızının ad gününü şənliyini keçirdi. Lakin Malfisentanı dəvət etmədi. Qəzəbli Malfisenta şənliyə gəldi və körpə Auroranın üzərinə dəhşətli bir lənət qoydu. Aurora 16 yaşı tamam olanda barmağını cəhrənin iynəsinə batıracaq və əbədi bir yuxuya gedəcək. Bu yuxunun yalnız əsl sevgi öpüşü poza bilər. Lakin pərilərindən biri lənəti tamamilə poza bilmədi. Biraz yumşaltdı. Aurora yuxuya getmədən əvvəl onu həmişəlik yatmaqdansa yuxuya getməyi arzuladı. Kral Stefan qorxdu və Auroranı 3 mehriban pərinin himayəsinə verdi. Onlar Auroranı uzaq bir meşə evində lənətdən qorumaq üçün böyütdülər. Malfisenta həmişə Auroranı izləyirdi. Amma illər keçdikcə Malfisenta kiçik qızın necə böyüməsini, nə qədər mehriban və sevgi dolu olduğunu gördü. Auroranı qorumağa çalışan Malfisentanın qəlbi yavaş-yavaş yumşalmağa başladı. Aurora 16 yaşı tamam olanda lənət yerinə getdi və o barmağını iynəyə batırıb dərindən yuxuya getdi. Malfisenta Auroranı oyatmaq üçün onu sevən bir şəhzadə tapmağa çalışdı. Lakin heç bir şəhzadənin öpüşü işə yaramadı. Lənəti qoyan Malfisenta Auroranın yuxusunu yalnız əsl sevgi öpüşünün poza biləcəyini başa düşdü. O kədərli halda yatan Auroranın alnından öpdü və Mokka Malfisin bu öpüşü lənəti pozdu. Çünki bu Malfisentanın Auroraya qarşı olan ana sevgisi qədər güclü bir sevgi idi. Malfisenta və Aurora birlikdə qanadları geri qaytara bildilər və mor torpaqlarında birlikdə xoşbəxt yaşadılar. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.